Həyat qabaqda yanan bir ışıqdır. Arzular ışığı deyilir ona. Və sən ışığa doğru gedirsən. Arzularına doğru. Ətrafında da baban, nənən, bibin, xalan, əmin, dayı, qohumların səndən arxada gəlirlər. Sən orada biraz qarşıdasın. Səndən qabaqda da adamlar var. Balaların, nəvələrin. Onlar qarşıda gedirlər. Bir qanun aksiyomu var da, bu qanun uyğunluq var. Səndən arxada qalanlar bir sayı azalır. Qarşıda gedənlər sayı çoxalır. Arzular sayı çoxalır deməli. Səndən qarşıda olmayan da o iş orada sönür. Arzular bitir. Və getməyin məqsədi əhəmiyyətsiz olur artıq. Biz sadəcə ayaq üstə durmuşuq. Biz ayaq üstə olan yaşamayan insanlar.